İkinci hissədən sizləri salamlayıram. Mən şəxsiniz Heydər Hüseynli. İlk hissədə Kubinka komandasının 3-2 hesablı üstünlüyü var maçda. DS Mobiliya komandası üzərində və artıq ikinci hissəndə start fiti səsləndirilir. Bir daha hər iki komandalara uğurlar arzuluyuruq növbəti hissədə. Qal köpür vaxtında müdaxilə edir. Gəni Nihatın zərbəsinə kritik müdaxilə Məhəmməddən. Əməlli başlı risk alır. Pasivində sarı vərəqə olaraqdan, penaltini gözə alaraqdan, zədəni belə gözə alaraqdan kritik müdaxilə. Lakin rəqibini zədələyir deyəsən. Nihat ümidvar ki, zədəsi ciddi deyil. Arzu olunmazdır hər biri komanda üçün zədələr. Gün zərbəsini yerinə yetirəcək. Kubinka komandası Seko topun gerisindədir. Bir asma gəlir içəriyə doğru. Ömər və ona qarşı qayda pozuntusu. Elçin oxuyur ötürməsini. Gəni bu canlı yayında da ki, belə şeylər olmasın deyə. Seko özündən xeyli irəli atdı topu. Məhəmməddən qüvvətli zərbə, top qapıdan yan keçir. Ağa sol uzuna diaqonala ötürmə Seko istiqamətində, lakin qeyri-dəqiq alınır. Yeni gələnlər xoş gəlmişsiniz. Vüqar Arif, sol uzuna Məhəmməd Elnurun önünə doğru, lakin bir qədər Elnurun sürətini hesablamamış ötürüm olur. Seko sinəsi ilə gözəl şəkildə toprağım edir. Tabanla ötürmə Qəniyə. Uğursuz alınır. Elçin. Kimi kesmədə almalı. Üsal. Üsal. Akşam görünən final var ha orada. Seko'dan Diaqonala mükəmməl ötürmə. Oy 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 Qəni. Seko gözlə Seko. Üçüncüdən zərbə Ömər xəsarət alır deyəsən bu episodda. Aleyküm salam Fəzi bəy. Hesab Kubinka 3-2 üstünlüyü ilə davam edir. Arifə qarşı kobulluq var, bildirir hakim Elçin tərəfindən. Nihat qüvvətli zərbə, qapı dirəyi. Bu zərbə qapını yerindən oynadır. Ömər, ay Ömər, bugün dostun sənin nə qədər dadıva çatıb, bir bilsən. O dirəklər nə qədər dadıva çatıb. Hətta bir zərbə ilə iki dostun dadıva çatıb. Söhbət hər iki dirəklərdən gedir. Qalkiperlərin oyunda tək dostu. Nəfəs xanım, xoş gəldiniz.
Arif. Var ki yaxşıdır. Seko birbaşa qapıya zərbə endirir altdan. Tutar qatır tutmaz ayran misalı kimi. Rəqibdən kiməsə toxunuş olar ya olmaz. Aha qarşılayır. Yəni qüvvətli zərbə blok qoyulur. Pressing tətbiq edir. Arifdən gözəl hərəkətlər bir rəqibdən gözəl şəkildə sıyrılır, lakin ötürməsi zəif alındı. Nihat. Ağa sağ Seko. Oy oy oy. Rabon Əfəndi ilə zərbə endirir. Lakin Ömər imkan vermədi. Bu gözəl qola sevinsin Seko. Alışmışıq artıq Seko'dan bu cür zərbələr endirməsinə. Standart hər zaman etdiyi şeylərdir. Yəni zərbə top sonra yanına silkələyir. Təşəkkürlər minnətlər. Çox sağ olun. Qənidən daha bir zərbə. Ömər imkan vermədi yenə də. Arif. Elçin yenə də ötürmələri oxuyur. Bu qədər gözəl şəkildə ötürmələri oxumaq ümidvar ki, orta məktəbdə bu şəkildə o yaxşı oxuyub. Ağa sol cınağa ötürmə qəni çata bilmədi. Vüqar Elçin özbözdür və Elçin yenə də uzun ayaqlarına istifadə edir. Bu dəfə isə alınmadı. Zərbəsi qol-küpür dəf etdi. Ekstrem şansı Kubinka komandasına Nadir. Sağ cınağa Nihat. Sekonun önünə. Gözəl hərəkətlər Seko'dan yenidən. Elmur ikinci cəhdində topu saxlayır. Nadir'in zərbəsi. Ömər təf edir Nadir'dən. Nadir hallarda gördüyümüz zərbələr. Ələm qapıya zərbə indirməz, ötürmələr etməyə üstünlük verən oyunculardandır Nadir. Bu dəfə özü zərbə indirir. Elçin. Yerdə ötürmə. Nihat'ın zərbəsi gol! Hesab fərqi 2 topa qalxır. 4-2. Dördüncü dəfə meydanın mərkəzinə dəvət olunur. DS Mobilya komandası. Nihat da dublinə imza atır. Özünün ikinci, komandasının isə dördüncü qoluna imza atmış olur. 2 qol Ağa, 2 qol da Nihat. 2 səndən, 2 məndən deyir. Yenə də Elçin, oxumağa davam. O deyəsən bizim kimi tarixi nadir kitabını oxumayıb. Yenə də ötürmələri yaxşı oxuyur. Ağanın zərbəsini qarşı salınır. Sadiq. Yerdə zərbə endirir. Qapçı. Top əlindən çıxır. Sadiq. Zərbəyə blok qoyulur. Seko 2 nəfərin əhatəsində. Alt qazandırır komandası üçün.
Surəti hesabına Nadiri adlatmağı bacarsa belə Elçin komanda yoldaşına dadına çatır. Arif. Seko topu rahmetli, lakin Tayfun çatdırdı özünü. Tayfun Sadiqlə oynayır. Ara ötürməsi keçmədi. Sadiq. Və out. Yeniden Nadir. Seko. Arzu olmaz fintler rəqibini adlatmağa çalışır, amansız mübarizə Seko ile Arif'in arasında. Lakin o finti, o fəndi etsə belə qalib tərəf Arif olur, fol qazandırır komandasına. Tayfun. Arif. Mehmet. Sağcına Maksud. Ötürmə bir yerdə zəif alındı və Qəni çata bilmədi. Nə qədər sürət yoxsa belə ötürməyə çata bilmədi. Tayfun. Sadiq ötürməsi keçmir, yenidən topladır. Tayfun və qapçı. Bravo, vaxtında müdaxilə. Aleyküm salam Niyaz bəy. Arif soyuqqanlıdır. Topu da ram edir. Ötürmə də edir. Məhəmməd. Arif. Presini göz bəhrəsini verir Ağa. Qənninin zərbəsi, gol! 5-2. Bir qədər də rahatlaşdır komandasına. DS Mobiliya komandası mübarizəyə hələ ki davam edəcək. Vaxt var. Seko. Türmə Sadiq çatdırır özünü və Ömər riskə getmir. Uzaqlaşdırır. Oraya yine götürebilirdin. Geri pas değil. 5-2. Hə. 3 Seko. Türmə Nihalın zərbəsi bir qədər effekti alınmadı. Ağa. Yukarıdan uzun ötürmə. Maksud istiqamətdən Arşın Elçin özünü çatdırır. Yuqar. Qapıya doğru zərbə. Blok qoyulur Elçin tərəfindən. Daha bir alt. Sadiq. Geriyə doğru Büqarla oynayır. Yenidən Sadiq. Ceyqan ötürmə qarşısına qalır. Hücum şansı Kubinka komandasından Seko yenidən Qarpası Ağa. Gəlmədi, topa gəlmədi.
və foul ona qarşı. Seko özü yerinə yetirəcək, zərbə canlı sətdən geri dönür. Akrobatik zərbə, Gəni, neynirsən Gəni? Bu zərbənin qarşısını məhz elə Gəni özü alır. Bəlkə də qol ola bilərdi. Ay. Gəninin zərbəsi top qapının üzərindən keçir. Mükəmməl qol izləyə bilərdi, Sekodan alınmadı. Günahlandırmayaq o qədər də Gəni. Golkiper də hazır idi əslində. Bəlkə deyirik də. Bir nənəmin də bığı olsaydı baba deyərdim. Bu misalla Gəninin canını qutaraq. Daha bir zərbə qapı dirəyinə tuş gəlir. Gözəl hərəkətlər Vüqar 2 nəfərin atəsindən ikinci dəfə sıyrılır və qayda pozuntusu var. Standart vəziyyəti yerinə yetirəcək DS Mobiliya komandası. Vüqar yaxınlaşır, birbaşa qapıya zərbə. Toxunuş var. Sekodan toxunuş var. Üçüncüdən zərbə yerinə yetirəcəklər. Eşitsim şansı təkbələyib sol Seko. Şırma zərbə və gol. Gəlir. O gol nəhayət ki Sekodan gəlir. Mükəmməl şəkildə son gol. Və bəli bu gol təbii ki qardaş nəsr olunacaq. Oyun öncəsi də bildirirdi. 6-cı qolu müəllifi olur. 6-2 üstünlüyü bir qədər də artırırlar. Əməliyev yenidən Vüqar. Ləmbəni həll elədin. Yeni gələnlər xoş gəlmişsiniz. Məhəmməd Maqsudla oynayır. İmkan vermədi müdafiəçilər. Ağa Nadir Türmə keçmədi. Vüqar Maksud divar pası gözəl şəkildə alınır. Daha doğrusu Məhəmməd idi bu. O birini axı eləmişdim elə bil. Dünən idi yoxsa nə oldu? Türməyə qalkıpaya bir yerdə çıxışda səhvə yol verdi. Topu tutan bilmir. Ağadan gözəl hərəkətlər. 2 rəqibindən sıyrılır. Ötürmə Gəni. O da bir rəqibini atladır. Zərbə indirir. Qalkıper üzərinə gələn zərbəni dəf edir. Hücumu davam edir Kubinka komandasına. Daha bir zərbə. Gol! Məncə bununla iş bitir. 7-2. Yəni bu goldan sonra özünə Gəni rəhmət oxudur. Etdi ki fol əlcivə gedir.
Sarı vərəqə Tayfuna. Hakima qarşı sərt reaksiyalar və sarı vərəqə ilə cəzalandırılır Tayfun. Əslində tələb edirdi ki, Elçinə sarı vərəqə verilsin, lakin o cür reaksiyaya görə özü sarı vərəqə ilə cəzalandırılır. Təhlükəli nöqtədə 3 nəfərdən ibarət canlı səhv qurulub. Zərbə indirilir, canlı səhvdən top geri dönür. Şürün top ayağına oturmadı. Yuqarıdan raket gəlir, lakin qeyri-dəqiq bir zərbə oldu. Elçin. Nadir'in zərbəsi. Yenə də Nadir'dən. Nadir zərbələr. Düşür. Türmə keçmir. Nadir imkan vermədilər. İmkan vermədilər. Nadir qollardan birini izləyək Nadir'in ifasında. Əlli oyun. Gözündən yayınmır Süleyman Ağayevin. Füqar. Qüvvətli zərbə blok qoyulur. Və Elçin. Bravo, sürüşmə fəndi ilə Məhəmməd qarşısını alır. Texan ötürmə, Ağanın zərbəsi Ömərdən gözəl refleks. Daha bir zərbə Nadir. Qeyri-dəqiq oldu. Ay. Olmadı. Hüsüm şansı. Desmaviya komandasından. Elnur. Top özünə irəli atır. Ona görə də topu itirir. Arzu olmaz. Fintlə rəqibini gözəl şəkildə keçir. Gözəl hərəkətlər. Topla rəqs edir. Daha bir zərbə, nə qədər zərbə. Və maç yekunlaşır. Qələbəyə sevinən tərəf Kubinka komandası olur. Təbrik edirik. Kubinka komandasına. Biz də reportajımızı sona çatdırırıq sizinlə. Mən idim şərçiniz. Heydər Hüseynlə növbəti maçlarda görüşmək ümidilə. Sağ olun, salamat qalın.